Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 16 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 16 səhifədən ibarətdir. İlk səhifəmizdə EKO, fəal əməkdaşlıq və inteqrasiya modeli başlığı ilə yazımız dərc edilib. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyəti, milli maraqların qlobal platformalarda müdafiəsi, iqtisadi sabitliyin möhkəmləndirilməsi və regional inteqrasiyanın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Təşkilatın bütün üzv ölkələrini həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Sözgedən səhifəmizdə digər səhifələrdə yer alan yazılarında başlıqları verilib. Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanları da ikinci səhifəmizdə yer alıb ki, ətraflı tanış olmaq üçün bu səhifələrimizə nəzər yetirə bilərsiniz. Qəzetimizin 3-cü səhifəsində də Azərbaycan Respublikasının qanunu dərc edilib. 4-cü səhifədə isə ötən günün əhəmiyyətli məlumatlar yer alıb ki, bu yazılarında başlıqlarını sizə təqdim edirik. Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb. Çinin ölkəmizdə yeni təyin edilmiş səfiri Milli Məclisdə olub. Azərbaycan və Qazaxıstan parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan-Macarıstan parlamentləri arası münasibətləri müzakirə olunub. 5-ci səhifədə isə Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edəcək başlıqlı məqalə yer alıb. İqtisadi Əməkdaşlıq Təşkilatının hədəfləri öz əksini İzmir müqaviləsində təşkilatın fəaliyyətini tənzimləyən əsas sənəddə əks olunub. Təşkilatın əsas məqsədləri İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, beynəlxalq təcrübəni və qlobal iqtisadi meylləri nəzərə alaraq ticarəti genişləndirməkdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunda, prokurorluq orqanlarında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi. Bu yazıda 6-cı səhifəmizdə dərc edilib. Mayın 15-də Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin, Respublika Hərbi Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının məsul şəxslərinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. Günün siyasi nəbzi qəzetimizin 7-ci səhifəsində tutulub. Regional fraqmentasiyadan vahid platformaya Azərbaycanın sistemli inteqrasiyası. Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi, Qarabağ bölgəsinin yenidən dirçəlişi və beynəlxalq miqyasda tanınması istiqamətində mühüm addımdır və Qarabağın beynəlxalq turizm marşrutu kimi formalaşmasına da təkan verir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində regional əməkdaşlıqda aparıcı rol oynayır başlığı ilə yazımız 8-ci səhifədə yer alıb. Bugün Albaniyada Avropa Siyasi Birliyinin sammiti keçirilir. Avropa tarixinin yeni mərhələsini açan Avropa Siyasi Birliyi təşəbbüsü qitə boyunca sabitliyi möhkəmləndirməyə, siyasi dialoqu dərinləşdirməyə və əməkdaşlığı genişləndirməyə xidmət edir. Bu platforma fərqli maraqlara və geosiyasi mövqelərə malik dövlətlərin bir araya gələrək ortaq problemləri müzakirə etməsinə də imkan yaradır. Günün siyasi nəbzi həm də 9-cu səhifəmizdə tutulub. İqtisadi diplomatiya və körfəz milyardları başlıqlı yazı da bu səhifədə dərc edilib. ABŞ prezidentinin Yaxın Şərqin strateji əhəmiyyətli körfəz regionuna 4 günlük səfəri, bölgəni bürüyən dərin təhlükəsizlik böhranları, xüsusən Qəzada davam edən qanlı müharibə və İranın nüvə proqramı ətrafında artan gərginlik fonunda baş tutsa da, diqqət daha çox nəhəng iqtisadi sazişlərə, investisiya vədlərinə və Trampın xarici siyasətinin praqmatik tərəflərinə yönəlmişdi. Türkiyənin dəmir iradəsi və kabusun sonu başlığı ilə 10-cu səhifəmizdə günün siyasi nəbz rubrikasında yazımız yer alıb. PKK-nın əsas məqsədi nəinki Türkiyə daxilində müstəqil Kürd dövləti qurmaq, həm də Kürd diasporunu fəallaşdıraraq bölgədə yeni geopolitik gerçəklik yaratmaq idi. Təşkilatın ideoloji mövqeyi zamanla dəyişib. 1990-cı illərin sonlarından etibarən Abdullah Öcalan və onun komandası Marksist-Leninist prinsip və taktikaları yumşaltmağa başladı. Daha çox demokratik konstitusion mübarizəyə keçmək niyyətində olduqlarını bəyan etsələr də, bunun reallığa çevrilməsi çox çətin oldu. 11-ci səhifəmizdəki yazılarda hadisələr kontekstində rubrikasına həsr edilib. Ermənistanın humanitar cinayət dosyası başlıqlı yazı bu səhifədə dərc edilib. 1-ci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin taleyi, son illər aşkarlanan kütləvi məzarlıqlar regional humanitar gündəmin əsas mövzusuna çevrilməlidir. Çünki bu, Cənubi Qafqazda mövcud geosiyasi və hüquqi sistemin legitimliyi üçün mühüm əhəmiyyət daşıyır. Sözgedən bu yazımızda politoloq İlqar Vəlizadə, Milli Məclisin deputatı Elman Nəsrov və siyasi elmlər üzrə fəlsəfə doktoru da Sent Zaur Əliyevin də fikirləri yer alıb. Mina təhlükəsi sürətli qayıdışa və inkişafa maneələr yaradır. Başlığı ilə isə 12-ci səhifəmizdə yazı yer alıb. Bu il may ayında Britaniya, Almaniya və Avropanın digər aparıcı media orqanları Azərbaycandakı mina problemi mövzusuna Cenevrədə keçirilmiş beynəlxalq tədbirdə geniş şəkildə işıqlandırıb.
Azərbaycanda minaların təmizlənməsi üzrə Cenevrədə tədbir keçirilib. Azərbaycanda piyada əleyhinə minaların beynəlxalq problemlərinə həsr olunmuş İsveçrə konfransı və Hüquq və İnkişaf İnstitutu Azərbaycandakı minaların məhvi ilə bağlı tədbir təşkil edir kimi başlıqlarla yayımlanan materiallarda Cenevrə Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı gününə həsr olunmuş xüsusi konfransı diqqət mərkəzində olub. 13-cü səhifəmizdə isə sosial orienter rubrikasında yazılar yer alıb ki, onların başlıqlarını nəzərinizə çatdırırıq. Türkiyənin strateji elektron gücü. Pakistanın dövlət naziri Bilal Asarkayani Kaspian Agro 2025 sərgisini ziyarət edib. Azərkosmos beynəlxalq mükafata layiq görülüb. Tezliklə Murova, Kəlbəcərə dönəcəyik. 14-cü səhifəmizdəki yazılarda mədəniyyət rubrikasında verilib. Azərbaycan muğamı, əql və ruhun təkan nöqtəsi başlıqlı yazı burada dərc edilib. Mədəniyyət incilərinin qoruyucu mələyi missiyasını üzərinə götürdüyü gündən Mehriban xanımın ən ali arzusu bir gün Şuşada möhtəşəm muğamlarımızı səsləndirmək olmuşdu. 2021-ci ilin mayında keçirilən Xarı Bülbül Musiqi Festivalında bütün tilsimlər qırıldı. Qalib sərkərdəmizin azad etdiyi ruhumuzun şəhəri Şuşada muğam səsləndi. Dünya Bugün xəbərlər rubrikasında son 24 saatın maraqlı məlumatları isə 15-ci səhifəmizdə yer alıb. ABŞ-ın Milli Təhlükəsizlik Şurasında ciddi islahatlar aparıla bilər. Latviyanın Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyə böyük gücdür. Pakistan və Hindistan güvən yaratma barədə qərar qəbul ediblər kimi başlıqlar da burada yer alıb. Bugünkü nömrəmizin 16-cı, yəni son səhifəsində hava haqqında məlumatla yekunlaşır. Bizim də sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.